Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və suverenlik ili çərçivəsində 12 noyabr müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul edilməsinin 30-cu il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov 12 noyabr Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Bu ali qanunvericilik aktının qəbulu xalqımızın növbəti nailiyyətlərindən, tariximizin ən parlaq hadisələrindəndir. Məhz bu səbəbdən 12 noyabr 1995-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılıb və bu konstitusiyanın qəbul olunması istiqamətində ümummilli lider Heydər Əliyevin apardığı uğurlu və əvəzolunmaz xidmətlərindən biridir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci il dönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ili elan edilib. Çıxışlarda bildirilib ki, bugün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.